Salam. Bugünkü mövzumuz Çar Rusiyasının Şimali Azərbaycana tətbiq elədiyi islahatlar barədədir. Və qeydiyyatınızı götürürsünüz. Çünki bir-birinə bənzəyirlər. Bunları fərqləndirmək önəmlidir ki, belə testləri rahatlıqla həll edə biləsiniz. İlk olaraq başlayırıq. Nədən? Çar Rusiyası niyə islahat keçirir? Səbəb odur ki, 30-cu illərdə bilirsiniz də üsyanlar oldu. Çar Balakəndə, Lənkəranda, Şəkidə, Qubada ən məşhur da Quba üsyanıdır. Bu üsyanlar olundan sonra Çar Rusiyası düşündü. Neyiniyək ki, üsyanlar olmasın? Çünki üsyan olanda bu öz məqsədlərini əldə edə bilməyəcək. Bu səbəbdən neyiniyək? Bəyləri qoy öz tərəfimizə çəkək. Bəyləri öz tərəfimizə çəksək, məntiqən aşağı təbəqədə bəylərə tabe olacaq. Onda Çar Rusiyası öz siyasətini yeritmiş olacaq Azərbaycanda. Məqsədi nədir Çar Rusiyasının? Gəlsin xammalı götürsün, aparsın orada məhsula çevirsin, getsin bizdə bax qiymətə satsın və zənginləsin. Yəni budur da məqsəd. İndi baxaq. 1846 6 dekabr reskripti. Mahiyyət nədən ibarətdir? Deməli, birincisi, Çar Rusiyası bəylərə deyir ki, sizə til vermişdik, düzdür, bizə sədaqətli xidmət edirdiniz deyə. Til, bu arada Səfəvilər dövründə yaranmış şərti torpaq mülkiyyət formasıdır. Til torpağı deyir ki, sizin irsi hakimiyyətinizə keçir. Yəni, o til artıq şərti deyil, sizin irsən veririk. İstəyirsiniz bağışlayın, satın, nə edirsiniz, eləyin. Amma bağışladığınız şəxs mütləq ki, ali müsəlman silkindən olmalıdır. Bu sözün mənası nədir? Ali müsəlman silkindən olmalıdır. Yəni, yuxarı təbəqədən olan birinə satıb bağışlaya bilərsən, aşağı təbəqəyə vermək olmaz. Çünki məqsəd olur ki, bəyləri öz tərəfinə çəksin. Bu bir. 2. Deyir ki, tiyulla mülk bərabərləşdirildi. Yəni, məntiqən düzdür də, mülk də irsən keçir, tiyul da irsən keçir. Artıq bunlar eyni məmahiyyət daşıyır. Tiyulla mülk bərabərləşdir. Bəyləri deyir ki, sizə bir hüquq verirəm. Kəndlilər üzərində polis, inzibati, məhkəmə hüquqlarına maliksiniz. Yəni, o deməkdir ki, bəy kəndli, məsələn, hər hansı bir çaşsa, deyəcək ki, Allah, çaşa bilməzsən, məni Çar Rusiyası bu vəzifəyə təyin edib. Bu məsələ, yəni polis, inzibati, məhkəmə hüquqlarına malik olur və amma bəyləri idarəçiliyə buraxmırlar. Təbii ki, idarəçiliyə buraxmayacaq. Başlarını aldadır. Sadəcə deyir ki, görsən, sənə torpaq verdim, irsən keçdi, sənə vəzifə verirəm, bax, polis, məhkəmə hüquqları verirəm, amma səni idarəçiliyə buraxmıram. Bəs Çar Rusiyası, sən əgər bəylərə yaxşılıq etmək istəyirsənsə, onları idarəçiliyə burax, onlar dövləti idarə eləsin, yəni Şimali Azərbaycanı idarə eləsin. İdarəçiliyə buraxmır. Kəndlilər, məsələn, müxtəlif təbəqələr var, rəiyyət, rəncbər, elat. Bunların hamısı ləğv olunub, bir dənə ad deyilir. Bu adın da adı belədir. Mülkədar tabesi. Bitti. Bu bizim 6 dekabr reskriptimiz. Gəldik ikinci qanun. 1847 kəndli əsasnaməsi. Məqsəd bu qanunu konkretləşdirməkdir və kəndli ilə bəy arasında münasibətləri qaydaya salmaqdır. Yəni, kəndli hansı işlər eləyəcək, bəy hansı işləri də eləyəcək. Münasibətləri qaydaya salmaq üçün yeni bir islahat keçirir. İndi bu islahatda nə deyilir? Yenə yazıram. Bu islahatda əsas məsələlər nədir? Torpaq, vergi, mükəlləfiyyət. Mükəlləfiyyət bilirsiniz də, havayı işləri deyilir. Deyir ki, Çar Rusiyası deyir, 15 yaşını tamamlamalıdır, kişi cinsindən olmalıdır və yararlı olan 5 desiyatin sizə torpaq verirəm, əhaliyə deyir. Yəni, 5 desiyatından artıq ola bilməz. Təxmini deyir ki, sənə bu qədər hektar torpaq verirəm. 1 desiyatın 1,9 hektara bərabərdir. 15 yaşı tamam olmalıdır, imeyinin kişi cinsi olmalıdır və yararlı, yəni istifadəsiz torpaq olmamalıdır. Bunlara 5 desiyatın kəndlərin hər birinə torpaq verir. Yəni, bu kəndliyə xeyirlidir. Deyir ki, 5 desiyatın torpağa sahib olur. Bəs vergi nədir? Vergi məsələsi nədir? Baxın, mal cəhət bilirik də nədir? Mal cəhət məhsuldur. Yəni, torpağı əkirsən, oradan məhsul əldə edirsən, o məhsulun bir hissəsini dövlətə vergi verirsən. Bu adlanır mal cəhət. Mal cəhətdə nə var? Deməli, burada rəqəmləri yazacağım. Deməli, 10-da 1, 3-də 1, bir də 5-də 1. Bunların mahiyyətini bilək. Deyir ki, taxıldan, məsələn, kəndli bəyin taxılından istifadə edir. Arpa burada düşə bilərsiniz. Taxıldan istifadə edir deyəndə, yəni taxıl əkir, becərirsə, bunun ondan birini verməlidir bəyə. Yox, taxıldan başqa, misal üçün ərik.
nə bilim alma, məsəl üçün. Bunlar ürəyimə bu dəqiqə ərik düşdü, nəysə. Məsələn, bunlardan istifadə edirsə, üçündən birini verməlidir. Yox, kəndlinin heç nəyi yoxdur. Gəlib bəyə deyir ki, mənə nə bilim əkin alətləri ver, o əkin alətləri bilirsiniz də, və yaxud da heyvanlar ver. Onlardan da istifadə edirsə, 5-dən birini verməlidir kimə? Bəyinə. Yəni müraciət bu. Bəhrə hamımız bilir ki, sudan istifadə, yəni kəndli bəyin suyundan istifadə edirsə, suyun istifadə sistemi deyək də, ondan istifadə edirsə bəhrə verir. Bir də var çöp başı adı üstündə. Xanın əgər otlaqlarından istifadə edirsə, çöp başı vergisi verir. Su və torpaqdan istifadə əvəzinə alınan vergilərdir. Və bunların hər biri məhsuldan olur. Mükəlləfiyyət nədir? Deməli 18 gün biyar, 2 gün əvrəz. Bunlar nə olan şeylərdir? Boş işdə, yəni ildə düşünün ki, 18 müddətinə kəndli gedib ildə də 18 gün. Boş-boşuna nə əmr versə bəy eləməlidir. Bir də kəndin hamısı, biri var məsələn kəndli ailəsindən, bir də var kəndin hamısı 2 gün müddətinə gedir əvrəz. İməclik. İməclik məncə hamı bilir nədir. İməclik, yəni əvrəz. Gedir hamılıqla boş-boşuna işləyir. Siz bu 18 gün biyar, 2 gün əvrəz etsəz kifayətdir. Yaxşı, kəndli əsasnaməsində amma bir məsələ var. Kəndli bir yerdən başqa bir yerə, məncə siz də deyirsiniz ki, gedə bilməz. Gedə bilir. Hara gedəcək ki, bu bəydən keçib o bir bəyə yenə eyni şey olacaq da, heç getməyində bir mənası yoxdur zaten. Güya güzəşdirir də, kəndli deyir ki, görürsən sənə belə bir hüquq verdim, bax bir yerdən başqa yerə bəyi bəyəməsən gedə bilərsən. Bəydə eyni məsələlər, yəni eyni belə kateqoriyadır. Bu da oldu kəndli əsasnaməsi. Və yenə bəy kəndli üzərində polis məhkəmə hüququna malikdir, amma məhdud məhkəmədir. Burada məhdud sözü olmalıdır. Bax, fərqi gördük. Deməli, burada da polis inzibati məhkəmə hüququ var, amma burada məhdud məhkəmə var. Bir dənə fərq budur. Digər fərqlər də zaten görünür. Dediyim kimi, burada bəyə tərif deyir. Ay bəy, sənə bax, polis verdim, yol verdim, irsən keçsin falan filan. Burada məsələ nədir? Bu qədər torpaq verəcəksən, bu qədər vergi verəcəksən, bu qədər mükəlləfiyyət verəcəksən. Əlavə olaraq da bir yerdən başqa yerə gedə bilərsən və polis məhkəmə hüququ. Bu 46-47-ci il əsasnaməsi. Screenshot mu edirsiniz, da yazırsınızmı, özünüz bilən məsələdir. Yaxşı. Şimdi keçirik. Baxın, video qeyd edirəm. Yaxşı. Keçirik 1865-ci il qərarına. 1865 kənd cəmiyyətinin idarə edilməsidir. Bax, burada idarəçilik sözünü görürəm. İdarə edilməsi haqqında qərar. 1. Vahid kənd idarəsi yaradır. Və bu kənd idarəsi seçki əsasında formalaşır. Vahid kənd idarəsi yaradır və bu seçki əsasına təyin olunur. İkincisi, yenə də kəndli belə deyək də, bəyə vergi verir, nə bilim axı, mükəlləfiyyətlər eləyir. Yəni eyni şeydir. Yenə də bəyləri çar öz tərəfinə çəkir. Yəni yenə də bəylərin hüquqları var. Başa düşdünüz? Amma bu vahid kənd idarəsidir və deyir seçki əsasında olacaq. Yəni bu sözü əzbərləyirsiniz. Vahid kənd idarəsi seçki əsasında olur. Kəndlər yenə də vergi verir, mükəlləfiyyət daşıyırlar. Amma bir məsələ var. Artıq bəy kəndli üzərində polis məhkəmə var idi ha. Bu şey ola bilməz. Polis məhkəmə hüququnun əlindən alır. Fikir verdiniz, 46-da polis məhkəmə var. 47-də məhduddur, 65-də ləğv edir. Hatta bu nəyi yaddan çıxacaq? Bu sırayla olan bir şeydir. Məncə heç birisinin yaddan çıxmayacaq. Adı üstündə bax, idarə edilməsi deyirsə, deməli onda cavabda idarə sözünü axtarın. Vahid kənd idarəsi yaradıldı, amma seçki sözünü unutmuruq. Bitti 65-ci il islahatı. Əsas məsələ 1870-ci il kəndli islahatıdır. Bu da yenə kəndli əsasnaməsi yazaq. Kəndli islahatı deyirlərsə, fərq yoxdur. İndi burada məsələ nədir? Çar baxır ki, belə deyək də, məsələn, Rusiyada kəndli islahatı 1861-də keçirildi. Azərbaycanda 1870. Görürsünüz, fərq nədir? Azərbaycanda daha gecdir. Birinci fərq Azərbaycanda daha gec olmasıdır. Niyə gec olur? Çar deyir ki, sizdə təkcimci kəndli yoxdur ki, mən onu ləğv edeyim. Bir də deyir ki, sizdə iqtisadi şərait olmayıbdır. Yəni, iqtisadi vəziyyət ona imkan vermir ki, və sizdə islahat keçsin. Bizim başımız ağladır. Amma niyə islahatı keçirməyə məcbur olur? Çünki öz
o kapitalist münasibətləri var da, feodalizm getməlidir, kapitalizm gəlməlidir. Çünki öz ölkəsində sənaye açıb, feodallar da imkan vermir ki, bu inkişaf eləsin. Məcburdur ki, feodal münasibətlərini ləğv eləsin, kapital münasibətlərini yaratsın və bizim məhsulumuzu daha yaxşı aparsın, orada satsın, başa düşdünüz? Bu səbəbdən islahatı keçirməyə məcbur olur. Amma nə dedik də, demək, bəhanəsi nə idi? Deyir, sizdə təkmilçi kəndli yoxdur və sizdə iqtisadi şərait yetişməyibdir ki, mən sizdə islahat keçirəm. Amma nəticədə 70-də keçilir. Demək, Rusiya ilə fərqi olur ki, bu 61-dir, bizdə isə 70-ci illərdir. Yaxşı, yenə də kəndli islahatında, yenə də torpaq məsələsi var, vergi məsələsi var, mükəlləfiyyət də deyə bilərik, vergi mükəlləfiyyət. Yaxşı, torpaq məsələsi nədir? Yenə hər bir kəndli ailəsinə 5% torpaq verilir. Deməli, bu həm 47-ci il kəndli əsasnaməsinə aiddir, həm 70-ci il kəndli əsasnaməsinə aiddir. Bir də bu arada bu islahatlar, ən önəmli cümlə, sahibkar kəndlərə aiddir. Dövlət kəndlərinə aid deyil. Niyə dövlət kəndlərinə aid deyil? Çünki dövlətin əsas hissəsinin 70%-ni dövlət kəndləri təşkil edir. Sadəcə sahibkar kəndlərinə aid edib də, o belə deyək, ölkənin 5də 1 hissəsinə. Yəni 500 nəfərin 100-ünə aid deyil, bu isə 400-ünə aid deyil. Bu da təbii ki, belə deyək də, müsbət bir mütərəqqi ideya ola bilməz zaten, inkişaf eləməyəcək. Deyək, 5%-ni yenə torpaq verirəm. 47 ilə bunun oxşar xüsusiyyətidir. Amma deyək, 5% ilə əgər ki, artıq olsa, bunu bəyə verəcəksən. Bəyə gəlib onu kəsəcək. Kəsəcək dərkən başa düşdü. Yəni, torpağın o artıq hissəsini kəsib götürəcək özünə. Amma 5%-dən kəndlinin torpağı əgər azdırsa, heç nə eləmirlər. Heç nə etmirlər. Bəli, Çar Rusiyasından nə qədər ədalət gözləyə bilərik ki, maksimum. Bir də deyir ki, məsələn, tutaq ki, kəndli 5%-ni torpaq verir da, əgər bəy torpağı 3də 1 hissəsindən azdırsa, yenə də o 5%-ni torpaq müəyyən hissəsi götürüb buna verilməlidir. Yəni, 3də 1 hissəsindən azdırsa. Bu söz sizə dolaşıq gəlməsin. Nəsə, deməli, 5%-ni torpaq verilir, artığı verilir bəyə. Azı isə, yəni azısa heç bir şey eləmir. Yaxşı, sonra nə deyir? Məncə vergilərdən danışaq. Yenə də mal cəhət var, yenə də bəhrə var. Deməli, bu da 47 ilə 70-in ortaq xüsusiyyətidir. Vergilər eynidir. Amma burada mal cəhəti artıq deyir ki, pulla da ödəyə bilərsən. Gəldi mükəlləfiyyətə, biyar var idi, ha mükəlləfiyyət. Artıq o biyar ləğv olunur. Məsələn, 18 gün iməciliyə getməyəcək, pul verir, getmir. Yəni, burada pul sözü görürəm. Pul sözü görürəm. Demək, feodalizm çökür, kapitalizm yaranır. Demək, nə olur? Kəndli feodaldan nəticədə nədir? Asıllığına son qoyuldu. Ona görə Azərbaycanda feodal münasibətləri 1870-ci ildə bitmişdir və kapitalizm münasibətləri yaranmağa başlamışdır. Yadınızdadsa deyirdik, 3-cü əsrdə feodalizm yaranıb, 19-cu əsrin ikinci yarısında bitibdir. Bax, həmin məsələdir. Deməli, feodal kəndlinin asılılıq münasibətinə son qoyulur, biyar ləğv olunur, pulla ödəyə bilər. Bir də burada bir məsələ var. Deməli, torpaq məsələsində nə deyir? Deyir ki, torpağı satın ala bilərsən. Çar Rusiyası bizimkilərə deyir ki, kəndlərə deyir, torpağı satın ala bilərsən. Amma, yəni pay torpağı da, həyat yanı torpaqda da, onu deyir satın ala bilərsən. Amma biz sənə köməklik eləməyəcəyik. Sən pulun varsa ged al. Kəndlinin pulu var, gedib torpağı ala, nə cəmaatın başına alırsan. Amma burada sözü yadınızda saxlayın ki, satın ala bilər. Kəndli də ala bilmir. Amma bəzi kəndlər var ki, ala bilir. O bəzi kəndlər alıb varlanır, olur qalçomaq. Bəziləri ala bilmir, daha da belə deyək də kasıblayır, olur muzdur. Yəni, onun bunun köləsi. Qalçomaqla muzdur oldu, bu nədir? Təbəqələşmə. Deməli, feodal münasibətlər bitdi, kapitalizm yarandı. Kapitalizmin əsas cəhəti zaten təbəqələşmədir. Yəni, vardır kasıb təbəqəsi. Yəni, qalçomaqla muzdur təbəqəsinin olması. Demək, torpağı satın ala bilər. Dediyimiz kimi, dövlət buna kömək eləmir. Bu da Çar Rusiyasının digər bir fərqidir. Orada Çar kömək eləyir. Bizdə köməklik eləmir. Yəni, normalda dövlət kəndliyə bir köməklik eləməlidir. O da getsin torpağı satın alsın. Ona görə biz nə deyirik? Satın almaq məcburi deyil. Məcburi deyil. Hədi pulun varsa ged al. Və bizdəki torpağın qiyməti Rusiyadaşından 20-30 dəfə bahaymış. Hələ Naxçıvandakı torpaqlar ümumiyyətlə Bakı və Gəncənin torpaqlarından qat-baqat bahaymış. 20 dəfə deyə fərq var imiş. O zaman deməli Naxçıvandan ev ala bilməzmişik. Yəni o dərəcədə torpaqların qiyməti bahaymış. Hə, bu məsələ. Yəni, deməli, nəticədə nə olur? Kəndlilər olur müvəqqəti mükəlləfiyyət olurlar. Yaxşı, bunu da belə yadda saxlayırıq. Amma Çar Rusiyasında 1881-ci ildə kəndlər müvəqqəti mükəlləfiyyətləri ləğv olunduğu halda bizdə 1912-ci ildə ləğv olunacaq. Deməli,
47 ilə 70-i müqayisə elədik. Hər ikisində nə var idi? Hər ikisində 5 desyatin torpaq var idi. Hər ikisi sahibkar kəndlərə aid idi. Hər ikisində mal cəhət və bəhrə vergisi var idi. Fərq nədir? Burada biyar ləğv olunur, puldan istifadə oluna bilər, feodal münasibətləri gedir, kapitalizm yaranır, təbəqələşmə, qalçomaq, muzdur, torpağı satın almaq, amma məcburi deyil, müvəqqəti mükəlləfiyyət məsələsidir. Bir də deməli kəndləri satın almağı yazmışam, tamam. Məcburi deyil, qalçomaq, muzdur, deməli bir də kəndlər meşələrdən istifadə edə bilər. Afisyo, bu 1870-ci il islahatı. Gəlirik növbəti islahata. Bunların fərqlərini geçək bilin, açıq şəkildə yazmışam videomuza. Yaxşı, John Marshall yazılır. Deməli, 1900-cü ildə Çar Rusiyası bu səfər dövlət kəndlərinə aid olan qanun verir. Dövlət kəndlərinə. İndiyə qədər keçdik 47-70-ci islahat, ancaq sahibkar kəndləri indi dövlət kəndlərinə verir. Dövlət kəndlərinin ilə bağlı belə deyək də qərar verir. Cənubi Qafqaz dövlət kəndlərindən bağlı qərar verir. Qərarda nə deyilir? 1900-cü ildə 1 mayda bu qərar verir. Olar lazımdır. Bir cümlə yada saxlayırsınız. Kəndli belə deyək, nəsli icma torpaqlarından, belə deyək, nəsli şəkildə istifadə edə bilər. İcma torpaqlarından nəsli istifadə eləmək hüququ dövlət kəndləri nə vaxtdır? 1900 idi. Все, bitdi. 1903 bu apreldə keçirilən bir islahatdır. Bu da Cənubi Qafqazda yenə dövlət kəndlərinə aid olan bir qərardır. Dövlət kəndləri. Burada nə deyir? Burada deyir ki, yaxşı, torpağı verir icma torpaqları. Həmin bu icma torpaqlarının sərhədləri müəyyənləşməlidir. Sərhədləri müəyyənləşməlidir, nəqd sahəsi müəyyənləşməlidir. Yəni, hansı ərazilərin torpaqları deyək ki, veririk sizə icma torpaqları olaraq da bu. Yəni, burada sərhəd sözlərini tapırsınız. Bir də deyir ki, meşə, otlaq, nə bilim axı, çəmən, bunlar sizə pay torpağı olaraq verilir. Kəndlərə deyir ki, sizə pay torpağı olaraq veririk. İndi kəndliyə pay torpağı verilir. Meşə, otlaq, çəmən. Bunlar sizə yararlıdır, yararsız torpaqdır. Təbii ki, yararsız torpaqdır. Deməli, verilən pay torpağı nədir? Yararsızdır. İndi torpaq verir, baxı, Çar Rusiyasında ki, məsələn, yararsız torpaq, yararsız o söz işlətməz. Meşə, otlaq zat vermişəm də, əvəzində əlavə vergi verəcəksən. Əlavə vergi. Bu da kəndlərin vəziyyəti neyiniyir? Daha da bərbadlaşdırır. Çünki öz aləmlərində qərar verirlər, amma verdikləri qərarın hamısı nəticəsizdir. Bu da Çar Rusiyasının verdiyi, belə deyək də, ağır siyasəti bizim nəticəsində bizə təsir edir. Deməli belə, nəsli sözünü gördümsə 1900 götürürəm, icma torpaqlarının sərhəd, sahə, nə bilim, pay torpağı, meşə, otlaq, çəmən. Bax, meşələrdən istifadə edəsə 70-ci ildə. Meşə, otlaq, çəmən verilir pay torpağı olaraq, artıq bu aiddir 1903-cü ilə qanuna. Gəldi 1912-ci il. Önəmli olan budur. 1912-ci il nədir? 1870-də nə dedim? Müvəqqəti mükəlləfiyyət, düzdür? O müvəqqəti mükəlləfiyyət ləğv olunur. Bu qərar da sahibkar kəndlərə aiddir. Ümumiyyətlə 1847, 1870, 1912. Bu üçü də sadəcə sahibkarlara aiddir. 1900 ilə 1903 isə dövlət kəndlərinə aiddir. Deyir ki, sahibkar kənd, yəni burada sahibkar kəndinə aiddir. Sahibkar kəndinin müvəqqəti mükəlləfiyyəti ləğv olunur. Bu o deməkdir ki, yəni bəyin əlindən çıxır da, müstəqilləşir. O deməkdir. Təhkimçilik belə deyir, ləğv olunur. Bax, mədəni şəkildə desə bu, təhkimçilik ləğv olunur. Aha, indi nə deyir? Çar Rusiyası deyir ki, ey kəndli, pay torpağı yoxdur. 70-ci il islahatında deyir ki, satın ala bilərsən. Burada deyir ki, pay torpağını məcbur satın alacaqsan. Yəni, sən məcbursan ki, gedib bəydən o torpağı alasan. Məsələn, 70-də məcbur eləmir. Deyir, pulun varsa ged al. Nə qədər istəyirsən, gedin, deyir, razılaşın, öz arazı. Razılaşması deyir, dövlət olaraq sizə, belə deyək də, köməkli göstərəcək. Yəni, deyəcək nə qədərdir falandır. Məsələn, 70-ci ildə islahatında bir mənfi xüsusiyyəti o idi ki, torpağın qiymətinin miqdarı bilinmir. Qərar deyir də, deyilən ki, qiymət budur. Çünki məqsədi var, ona görə verilmir. Nəysə, deməli, pay torpağına deyir, məcburi deyir, satın alacaqsan. Pay torpağında deyir, əgər ki, məsələn, bu torpaqda bir bağ salıbsan. Bu bağdan biz sənə vergi almayacaq. Bax, vergi almayacaq. Yaxşı edirsən, deyir, sal, nə edirsən elə. Vergi alan deyilik. Sonra nə deyir? Məsələn, bu meşə, otlaq, çəmən var, meşə, otlaq, çəmən. Deyir, bunları satın ala bilməzsən. Satın almaq olmaz. Get deyək, yəni normal torpaq al da, bildiyin yararlı torpaq al. Yəni yararsız torpağı alma, başa düşdük. Və yararsız torpaq sənə pulsuz verəcəyik. Aha, hələ ki, yaxşı geyir, mükəmməl geyir. Yararsız torpağı da isə pulsuz verirəm. Amma sən meşə, otlaq, çəməni deyə alma, get normal torpaqlar al.
Sonra deyir, alıbsansa bunu məcbur alacaqsan və bağ falan eləsən o torpağında vergi tutmayacaq. Hələ ki, belə deyək də, mütərəqqi kimi görünür. Sanki elə bir görünür. Amma sonra nə deyir? Sonra deyir ki, suvarma, belə deyək də, suvarma sistemləri falan bunları verir bəylərə, yəni mülkədara verir. Mülkədar sözünün mənası nədir bilirsə, mülkün sahibi. Mülkədar, yəni varlı şəxsə verir suvarmanı. Yaxşı. Amma mülkədara nə deyir? Torpağın sahibi kimdir? Mülkədar. Mülkədara deyir ki, kəndliyə torpağı sat. Bu da satır. Amma mülkədar bəs kimdən pul alacaq? Dövlətdən alacaq. Deməli, mülkədar pulu dövlətdən alır. Dövlət də xoşluqla sizə Azərbaycanlılara torpaq verər. Dövlət də kənddən alır. Necə alır? Faizlə. 6%-lə 20 il müddətində kəndliyə deyir ki, canım çıxsın ödə. Nəticədə nə oldu? Kəndli dövlətdən asılı vəziyyətə düşdü. 70-ci il islahatında, 47-ci il islahatında kəndli bəydən asılı idi. Artıq 1912-də nə olub? Kəndli dövlətdən asılıdır. Yəni, nə oldu? Kəndli üçün fərqi nə oldu ki? Həm kəndlinin indi torpağı var, özünə aid özəl torpağı var. Amma nəticədə nədir? Dövlətə 6% 20 il müddətində elə bir şey kreditə bağlayıb da, yəni bir sözlə bu. İndi 1912-də bu oldu. 1913-cü ildə, bax bu qərar, yəni çox düşür ha bu söz, sahibkar kəndlidən, kəndliliyin feodaldan asıllığına 1913-cü ildə Zaqatala, Dərbənd və Dağıstanda son qoyuldu. Yəni kəndli feodal münasibətləri